Aşağı hərəkət edən 1 və 2 liftlərindəki 8 kiloqram kütləli cismin keçisinin qiymətləri diaqramı verilmişdir. Liftlərin hərəkəti üçün doğrudur. Sükunət və bərabər sürətli hərəkət halında cismin keçisi P bərabərdir mg olur. M8, J10, 80 Newton. Deməli, qrafikdə biri 80-dan aşağı, biri 80-dan yuxarıdır. Deməli, birində cismin keçisində azalma, digər halda artma var. Təcil vektoru aşağı yönəldiyində cismin keçisi azalırdı. P bərabərdir M, J minus A. P-nin qiyməti 64, M8, J10 minus A. Deməli, buradan A-nın qiyməti olacaq 2. Digər halda, ikinci halda cismin keçisi artır. Bu təcil vektoru yuxarı yönəldiyində cismin keçisi artırdı. M, J plus A. P-nin qiyməti 96, M8, J10 plus A. Burada da A-nın qiyməti yenə 2 olacaq. Deməli, hər iki halda təcilin qiyməti 2-dir. Məsələdə aşağı hərəkət edən qeyd olunub. Yəni, həm birinci halda sürət vektoru aşağıdır, həm ikinci halda sürət vektoru aşağıdır. Deməli, birinci halda keçinin azalması var idi. Deməli, təcil vektoru aşağı olacaq. İkincidə cismin keçisi artmışdı. Deməli, təcil vektoru yuxarı yönəlmiş olacaq. Belə olan halda, birinci halda sürət və təcil vektorlarının yönü eynidir. Deməli, hərəkət yeyinləşən. İkinci halda sürət və təcil vektorlarının istiqaməti əksdir. Deməli, hərəkət yavaşayan olacaq. Deməli, birinci halda yeyinləşən, ikinci halda yavaşayan B bəndi.